Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Uca Allah'ın müvəffəqiyyəti ilə təfsir dərslərimizə qaldığımız yerdən davam edirik. Biz keçən mövzumuzda Əl-Bəyyinə surəsinin ilk 5 ayəsinin təfsirini ələ aldıq. İndi isə geri qalan ayələrin təfsirini oxuyuruq Allahın izni ilə. Uca Allah Əl-Bəyyinə surəsi 6-cı ayədə buyurur ki: İnnellezine keferu min ehlil kitabi vel müşrikin fi nari cehenneme halidin fiha ulaike hum şerrul beriyye. Şübhəsiz ki, kitab əhlindən və müşriklərdən kafir olanlar içində əbədi qalacaqları cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər. Bu ayədə Allah Azza və Cəllə özündən olan doğru bir xəbərlə müşriklərdən və kitab əhlindən olan kafirlərin axirətdə gedəcəyi yeri xəbər verir. Onların sonluğunu xəbər verir. Ki onlar hara gedəcəklər? Onların axirətdə yerləri hara olacaq? Və şübhəsiz ki, bu onların əbədi qalacaqları cəhənnəmdir. Çünki onlar yaradılmışların ən şərliləridir. Və bu cür şərlilərin də yeri məhz cəhənnəmdir. Cəhənnəm nə üçün cəhənnəm adlandırılıb? Alimlərdən bəziləri deyir ki, cəhənnəm ona görə cəhənnəm adlandırılıb ki, onun zülməti və dərinliyinə görə. Bilirsiniz, cəhənnəm dərəkələrdən ibarətdir. Getdikcə, dərinləşdikcə əzabı da şiddətlənir, zülməti də şiddətlənir, ağrısı, acılısı da şiddətlənir. Bəziləri belə deyib ki, onun dərinliyinə və qaralığına, zülmətinə görədir. Çünki ərəbcə əl-cühmə kəlməsi var. Bu da gecənin zülmət qaranlığı mənasını verir. Gecənin zülmət qaranlığı. Və deyirlər ki, cəhənnəm də bu cühmə kəlməsindən götürülüb. Çünki cəhənnəm də həqiqətən bax elə zülmət, qaranlıq, əzab, əziyyət dolu bir yerdir. Həmçinin dərin bir yerdir. Və bəziləri də deyiblər ki, bu əslində ərəb sözü deyil, əcnəbi bir sözdür, ərəb dilinə keçib. Amma ərəbcədə də yəni bu cür kökünün olduğunu deyənlər var. Və bu ayədə qısaca olaraq Allah Azza və Cəllə kafirlərin axirətdə getdikləri yeri xəbər verir. Bu da onların ən şərli olduqlarına görədir. Yəni səbəb budur. Sonra 7-ci ayədə Allah Azza və Cəllə buyurur ki: İnnellezine amenu ve amilussalihati ulaikahum hayrul beriyye. İman gətirib salih əməllər edənlərə gəlincə isə onlar məxluqatın ən xeyirliləridirlər. Artıq burada Allah Azza və Cəllə iman gətirənlərin halını xəbər verir. Kafirlərə gəldikdə dedi ki, onlar məxluqatın ən şərliləridir. Və belə olan halda iman gətirənlərin, iman əhlinin, salih əməl sahiblərinin də xəbərini Allah Azza və Cəllə burada verir və buyurur ki, onlar məxluqatın ən xeyirliləridirlər. Və burada Allah Azza və Cəllə həmən o yaxşı əməl sahiblərinin xəbərini bizlərə verir. Hansılar ki, onlar qəlbləri ilə iman gətiriblər və bədənləri ilə də, əzaları ilə də salih əməllər görüblər. Bu da onları məxluqatın ən xeyirlisi olmasına səbəb olur. Məxluqatın ən xeyirliləri olmasına və Allah Azza və Cəllə onları bax bu cür tərifləyir. Və sonra Allah Azza və Cəllə həmən iman gətirib salih əməl görən, əməli salih insanların, möminlərin axirətdə Allah qatında olan mükafatını xəbər verir. Və buyurur ki, 8-ci ayədə Allah Azza və Cəllə Cəzauhum ində rabbihim cənnətu adnin təcri min təhtihəl ənhəru xalidinə fiyhə radiyallahu anhum və radu anh zəlikə limən xəşyə rabbə. Onların Rəbbinin yanındakı mükafatı ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları ədin cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu nemətlər Rəbbindən qorxan təqvalı kimsələr üçündür. Subhanallah-ül-azim. Allah Azza və Cəllə bizləri də
bu cür mükafatlandırılanlardan etsin. Bu əməli salihlərdən, bu möminlərdən etsin ki, hətta mükafatı da bax bu cür ədin cənnətlər etsin. Allah hər birimizi cənnət əhlindən etsin. Bax bu cür ayələr gələndə, bu cür vədlər gələndə Allah tərəfindən sünnədəndir ki, sən də onu Allahdan istəyəsən. Sən də onu Allahdan istəyəsən, Allahın rəhmətini istəyəsən, Allahın mükafatını istəyəsən. Ona görə biz də istəyirik Allahın o əbədi cənnətlərini. Deməli, bu ayədə də biz görürük ki, artıq Allah Azza və Cəllə məxluqatın ən xeyirliləri dediyi iman əhlini, salih əməl sahiblərini harada məskunlaşdıracağını xəbər verir. Onları yaradan Rəbbinin qatında mükafatını xəbər verir. Onların mükafatı həmən o cənnətlərdir. Hansı ki, orada qalacaqlar. Burada ədin cənnətləri deyir. Ədin cənnətləri. Ədin də ərəbcə kəlmə olub əl-adnu kəlməsindən gəlir. Bu da bir yerdə məskunlaşmaq, bir yerdə yaşamaq mənasını verir. Və möminlərin yaşayacaqları, məskunlaşacaqları yeri məhz o ədin cənnətləridir. Hansı ki, orada onlar əbədiyyən sonsuza qədər orada həmən o naz neymətlər içərisində yaşayacaqlar. İstədikləri hər bir şey orada onlara veriləcək. Və eyni zamanda radiyallahu anhum, Allah onlardan razıdır. Və bu möminlərə verilən ən böyük mükafatlardandır. Yəni Allahın razılığını qazanmaq nemətlər içərisində ən əzəmətlilərindəndir. Və radu an, Allah onlardan razıdır dedikdən sonra deyir ki, onlar da Allahdan razıdırlar. Yəni Allah Azza və Cəllə onlara bu əzəmətli fəzilətindən verir, bu əzəmətli nemətlərdən onlara ihsan edir. Dünyadaykən onlara hidayət edir, dünyadaykən onlara sabit edir və axirətdə də bax bu cür əzəmətli nemətlər verir. Onlar da Rəblərindən razıdırlar və necə narazı ola bilər ki, insan öz Rəbbindən. Onu yaradıb, ruziləndirib, ona hidayət edib və onu cənnətlə mükafatlandırıb, layiq olmadığı cənnətə onu qoyub. İnsan necə narazı ola bilər ki? Və sonda ayənin sonunda deyir ki, "Zəlikə limən xəşiyə Rabbeh." Bu mükafatlar, yəni bu hədiyyələr Rəbbindən qorxan, Rəbbinə qarşı təqvalı olan ehsan əhli üçündür, yaxşı əməl sahibləri üçündür. Çünki onlar Rəblərindən haqqı ilə qorxdular, Rəblərinə qarşı təqvalı oldular, ona bacardıqları qədər ibadət etdilər, yaxşı əməllər etdilər, salih əməllər etdilər və Allahı görməsələr də onu görürmüşcəsinə ibadət etdilər, iman etdilər və Allah da onları bax bu cür mükafatlandırır. Və bu ayələrdən çıxan bir çox faydalar var. Onlardan biri odur ki, ayədə deyir ki, xayrul bəriyyə, onlar insanların, yaradılmışların ən xeyirləridir və həmən o xeyirlilərin də xeyirlilər içərisində olması ilə mükafatlandırır Allah Azza və Cəllə. Fikir verin. Həmən o xeyirliləri başqa ayədə Allah Azza və Cəllə 4 mərhələyə, 4 təbəqəyə ayırır və onların mükafatının, həmən o xeyir əməl sahiblərinin mükafatının həmən bu 4 təbəqə insanların içərisində olacaqlarını bildirir. Allah Azza və Cəllə Nisa surəsi 69-cu ayədə buyurur ki, وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ Allaha və Peyğəmbərə itaət edənlər, məhz onlar Allahın neymət bəxş etdiyi Peyğəmbərlər, siddiqlər, şəhidlər və əməli salihlərlə birlikdə olacaqlar. Bax, bu 4 mərhələ, bu 4 təbəqə xeyirli insanlar. Onların ən üstünü kimdir? Peyğəmbərlərdir. Peyğəmbərlər insanların ən xeyirləridir. Onların da içərisində Muhammed sallallahu aleyhi və səlləm ən üstünüdür, ən xeyirlisidir. Sonra gəlir siddiqlər, yəni siddiq qəlbdən iman eləyənlər, heç bir şək şübhə etməyənlər. Bunlar siddiqlərdir. Onların da başında Əbu Bəkir gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm hətta Əbu Bəkirə Əs-Siddiq ləqəbini vermişdi. Səmimi qəlbdən iman eləyən, dost doğru iman eləyən, heç bir şək şübhəsiz, qəti bir şəkildə. Bunlar Peyğəmbərlərdən sonra gələn ikinci dərəcə insanlardır, hansılar ki, onlar cənnətin ən uca mərtəbəsində olacaqlar. Sonra gəlir şəhidlər, sonra da gəlir salihlər.
Bunlar cənnətdə olacaq həmən o Allahın nemət bəxş etdiyi kəslərdir. Allaha iman edər, peyğəmbərə iman edər və salih əməllərlə məşğul olarsa, bax bu insanlarla birlikdə olacaqlar. Allah Azza və Cəllə bizləri də həmən o Allahın nemət bəxş etdiyi kimsələrlə etsin. Allahumma amin. Və həmçinin bu ayələrdən çıxan faydalardan biri odur ki, Allah Azza və Cəllə ayədə kitab əhlindən və müşriklərdən olan kafirləri insanların, məxluqların ən şərlisi adlandırır. Və bu ən şərli olmağının səbəbi, bunların ən şərli olmağının səbəbi, bu adı, bu vəsfi almalarının səbəbi odur ki, Allah onları hidayətin səbəbləri ilə bürüdüyü halda onlara peyğəmbərlər göndərdi, hidayət göndərdi, nur göndərdi, haqq göndərdi. Bunu onlara çatdırdı. Bundan sonra onlar haqdan üz döndərdilər, azdılar. Bax, buna görə onlar məxluqatın ən şərliləri adlandırıldı. Hətta kitab əhli xaça ibadət etdilər və özlərinin digər batil, özlərindən uydurduqları digər batil ilahlara ibadət etdilər. Allahı isə tərk etdilər. Və beləcə insanların ən şərlilərindən oldular. Və müşriklərdə olan kafirlər də Allah Azza və Cəllə daha öncə onları həniflərdən etmişdi. Peyğəmbərlər göndərmişdi onlara. Tək Allaha ibadəti onlara əmr etmişdi və onlar da bunun üzərində idilər və sonra dinlərini dəyişdilər və şirkə yönəldilər, Allahdan başqasına ibadət etdilər və azdılar. Ona görə də Allah Azza və Cəllə onları ən şərli adlandırır. Ayələrdən çıxan faydalardan biri odur ki, Allahın insanlara verdiyi nemətlərdən ən kamili, ən üstünü Allahı görmək nemətidir. Allah Azza və Cəllə bizləri də cənnət əhlindən etsin. Cənnətdə böyük nemətlər var, əzəmətli nemətlər var, əbədi nemətlər var. İnsanın ağlına gəlməyəcək belə əzəmətli nemətlər var. Bunlar möminlər üçündür. Amma bu nemətlərin içərisində bir nemət var ki, xüsusilə bu cənnət nemətlərinin ən üstünüdür. Bu da Allahı görmək nemətidir. Bu cənnət əhlinin dada biləcəyi ən əzəmətli nemətdir. Və sonra Allahın razılığı dedikdə, orada ayədə keçdi ki, Allah onlardan razıdır. Onlar da Allahdan razıdırlar. Və Allahdan razılıq isə özü də iki yerə bölünür. Birincisi odur ki, Allahın idarəçi olması ilə, Rəbb olması ilə, ilah olması ilə razı olmaq, bunu qəbul etmək, Allahın Rəbb olmasından razı olmaq, bu birinci hissədir. İkinci hissədə Allahın artıq həmən o idarəçi, yaradan, ilah, tək ilah olan, ibadətə layiq tək ilah olan Allahın təqdirləri ilə razı olmaq, qədərlə razı olmaq. Çünki bu da Allahdandır. Bu iki razılıq ümumi Allahdan razılığın belə deyək ki, tərkib hissələridir. Həm Allahın Rəbb olmasından insan razı olmalıdır, həm də Allahın təqdirlərindən razı olmalıdır. Əl-Bəyyinə surəsinin təfsirindən müxtəsər olaraq bu qədər. Uca Allahdan diləyirəm ki, bizləri eşidib faydalanlardan etsin. Allah Azza və Cəllə bizləri şükr edən qullarından etsin. Allah Azza və Cəllə bizləri o həniflərin, tövhid əhlinin yolundan ayırmasın. Allahumma amin. Və subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfirukə və atubu ileyk. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.